Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilər. Mən Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyinin Ucar rayon təşkilatının sədri Məmmədov İlkin. Deməli, bugün noyabr ayının 26-sı mən hal-hazırda Ucar rayon Şəhidlər abidəsi və Hərbi Vətənpərvərlik kompleksindəyəm. Həmin bu abidə Ucar rayonu Heydər Əliyev prospektində yerləşir. Biz əvvəllər də buradan çəkilişlər eləmişdik. İstər çəkiliş vasitəsilə, istərsə də məktublar vasitəsilə müraciətlər eləmişdik adəti üzrə qurumlara. Deməli, buradakı problem ərazinin gecə saatlarında işıqlanmasının olmaması ilə bağlı idi. Yəni biz çəkilişlərimizi də bildirmişdik ki, burada uzun illər öncə işıq dirəkləri var idi, amma həmin o işıq dirəkləri söküb aparmışdılar. Artıq demək olar ki, problem öz həllini tapmağa başlayıbdır. Gördüyünüz kimi burada iki işıq dirəyi quraşdırıblar və projektorlar da quraşdırılıbdır. Deməli, yəqin ki, bir-iki gün ərzində inşallah burada işıqlanma təmin olunacaq. Yəni, bura bizim hər zaman nəzərimizdə olubdur. Ona görə ki, deməli, biz şəhidlərimizi unutmamalıyıq, unutturmamalıyıq. Bir söz var, deyir, şəhidlər vurulanda yox, unudulanda ölür. Bəli, yəni, bunlar hamısı bizim, bu şəhidlər hamısı bizim qan yaddaşımızdır. Biz bugün bu şəhidlərin sayəsində, qazilərimizin sayəsində dinc yaşayırıq. Torpaqlarımız erməni tapdaqları altından alınıbdır. Azad bir dövlət kimi, sakit bir dövlət kimi yaşayırıq və ona görə də biz hər zaman bu şəhidlərimizə borçluyuq, şəhidlərimizi unutmamalıyıq və onları qoruyub saxlamalıyıq. Deməli, burada əvvəl yox idi bu. Burada bir məlumat verici lövhə də quraşdırılıbdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yerli əhəmiyyətli bağ, park, monumental və xatirə abidəsi. Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi. Abidə dövlət tərəfindən qorunur. Bəli, dövlət tərəfindən qorunur, qorunmalıdır. Yəni, burada olan hər hansısa negativ hallar olduqda dərhal aradan qaldırılmalıdır. Mən buna görə Ucar rayon icra hakimiyyətinə öz təşəkkürümü bildirirəm ki, şəhər nümayəndəliyinə burada bizim elədiyimiz çəkilişlərə, müraciətlərə baxıldı və inşallah ki, həmin bu ərazinin işıqlanması təmin olunacaq. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.